Salam. Bədənimizdə keçmişdən qalan bir sıra orqanlar var. Bunlar rudiment və atavizm orqanları adlanır. Rudiment orqanlar dedikdə funksiyası zəifləyən, atavizm orqanlar dedikdə isə əcdadlarımızda olub, bizdə də yenidən ortaya çıxan orqanlardır. Gəlin baxaq rudiment orqanlara. Rudiment orqanlar köstəbək və kör sıçanın gözləri, balinalarda arxa ətraf qurşağı, məməlilərdə üçüncü göz qapağı, kivinin qanadı, ilanda arxa ətraf sümüyün qalığı, insanda kör bağırsaq çıxıntısı, buna apendiks də deyilir, qulaq seyvanı əzələləri və seyrək tük. Şagirdlərin ən çox qarışdırdığı suallardan birisi qulaq seyvanı əzələləri ilə qurağı hərəkət etdirmək arasındakı fərq. Deməli, əgər qulaq seyvanını hərəkət etdirə bilirsə, bu atavizm sayılır. Lakin qulaq seyvanındakı əzələlər verilibsə testdə, bu isə rudiment sayılır. Atavizm orqanları isə quyruqlu insan, çox məməli insan və bədəni sıx tüklü insan aiddir.